Belə, davam edək digər xəbərimizdən. Bakıda bayram bazarlığını daha sərfəli qiymətlərdən etmək üçün Novruz yarmarkası təşkil olunacaq. Hansı tarixləri əhatə edəcək və bu yarmarka harada təşkil olunacaq? Bunu bizə əməkdaşımız Fidan Mədətova deyəcək. Salam, hər vaxtınız xeyir olsun. Bəli, Bakıda kənddən şəhərə Novruz yarmarkası təşkil olunacaq. Bununla bağlı olan detalları sizlə bölüşməyə çalışacağıq. Belə ki, Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu prosesin həyata keçirilməsi nəzərdə tutulur və 8-19 mart aralığında baş tutacaq. 12 gün fasiləsiz olaraq davam eləməsi də nəzərdə tutulur və yarmarkanın təşkilində əsas məqsəd isə bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin eləmək, fermer təsərrüfatları üçün alternativ bir satış kanalı yaratmaqdır və ərazini də sizinlə bölüşəcək ki, hansı ərazidə yerləşəcək. Nərimanov rayonu Fətəli Xanxoyski küçəsi 5 Gənclik metro stansiyasının çıxışının yaxınlığında yerləşəcək, elə hansı ki, biz də hazırda məhz həmin ərazidəyik. Belə ki, yarmarkanın əsas üstünlüklərindən biri də məhsulların fermerlərin özləri tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır. Belə ki, yarmarkada ümumilikdə 20-dən artıq regionun 55-dən çox fermerin iştirakı nəzərdə tutulur. Fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Eyni zamanda bu kənddən şəhərə Novruz yarmarkasında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmiş fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Həmin fermerlər heç bir ödəniş eləmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimatlarla da təmin olunacaqlar və öz məhsullarını şəhər sakinlərinə belə deyək təqdim eləyə biləcəklər. Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət məsələsi də təbii olaraq gündəmdə olan məqamlardan biridir. Bununla bağlı yarmarkada hər gün Qida Təhlükəsizliyi Agentliyinin səyyar qida laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyətini öyrənmək istədikdə, göstəricilərini öyrənmək istədikdə laboratoriyanın xidmətlərindən də faydalana biləcəklər. Hələ ki, mənim bu məsələ ilə bağlı kənddən şəhərə təşkil olunacaq Novruz yarmarkası ilə bağlı çatdıracaqlarım bu qədər idi. Söz yenidən sizdədir. Təşəkkür edirəm Fidan. Novruz yarmarkası ilə bağlı bizi də tamaşaçılarımızı da məlumatlandırdığın üçün.